Sən oxumusan, təhsil almısan, işləyib pulunu qazanırsan. İstədiyin vaxtı gəzirsən, səyahət edirsən. Amma buna baxmayaraq özünü bədbəxt qadın sayırsan. Yox. Amma sən bədbəxtsən, yarımçıq bir insansan. Çünki sənin nə ailən, nə də ki uşaqların var. Ona görə də sənə ər lazımdır. Mədəni kodların qadınlara yeritdiyi ən böyük dogmalardan biri həyatın mənasını ancaq evliliyi ilə əlaqələndirməkdir. Əgər bir qadın ana deyilsə, evli deyilsə, o avtomatik şəkildə yararsız və bədbəxt qadın obrazı kimi təqdim olunur. Uşaq vaxtından qızları hər zaman ailə qurmayan qadınları ən bədbəxt qadınlar kimi təqdim edirlər. Heç vaxt onlara oxşama, heç vaxt onlar kimi olma. Yoxsa sən də həyatın boyunca tək qalacaqsan. Mədəni kodların gücü ilə tək qalmaq qorxusu süni şəkildə qadınlara yeridilir. Hər zaman bu fikir yeridilir ki, bizim bir yarımız var. Biz heç birimiz tam bütöv şəkildə bu dünyaya gəlmirik. Bizim bu dünyaya gəliş səbəbimiz öz yarımızı tapmaqdır ki, biz onunla bir yerdə bütövləşək. Qadınlara uşaq vaxtından öyrədirlər bütün zorakılıqlara, ədalətsizliklərə dözmək. Bunu həyatımızın ən ali bir missiyası kimi görmək. Zorakılıqlar o qədər bizdə normallaşdırılır ki, zorakılsız olan bir münasibəti biz möcüzə kimi görürük. Qadınlar daha çox təhsil aldıqca, fərqindəlik artdıqca, daha çox maddi təhlükəsizliyi özləri üçün təmin etdikcə, onlar heç bir zaman öz sərhədlərini pozmağa, özünü nəzarət etməyə, ona uşaq kimi davranmağa və onun həyatını nəzarət etməyə icazə verməyəcəklər. Egosu hazır olmayan bəylər təbii ki, çox böyük bir müqavimət göstərirlər. Bunu dəyərsizləşdirməyə çalışırlar. Avtomatik şəkildə azad qadını əxlaqsız bir obrazla əlaqələndirirlər. Cəsarətli addım atmaq və bu cəmiyyətdə cəsarətli fərd olmaqdan qorxmayın. Bu cəmiyyət baxmayaraq ki, sizi hər zaman dəyərsizləşdirəcək. Cəsarətli bir fərd olaraq heç vaxt sevməyəcək. Buna baxmayaraq bizim həyatımız bir dəfə bizə verildiyi üçün özümüzə bu yolu yaşamağa icazə verək.